Kamile Hanım'a dokunma. Devam edin zahmet olmasa. Devam edin. Devam edin. Gedin gayrı ki burada. Gedin de tamam. Gedin burada. Bak görürsünüz da bugün 6 May Tofiq Yaqubun növbəti məhkəmə prosesidir. Daha doğrusu apellyasiya məhkəməsidir. Və bugün Tofiq Yaqublu'nun apellyasiya verilən şikayətinə baxılacaqdı. Eyni zamanda vəkillərin ev tutsaxlığıyla verdiyi şikayətə baxılacaqdı. Amma bugün hakim Zamin İbrahimov Tofiq Yaqublu'nun bu gün 36-cı gündür ki aclıq eləyir. Amma buna baxmayaraq özü də gözünlə gördü. O kör gözlərinlə gördü ki, Tofiq Yaqublu hansı vəziyyətdə məhkəmə zalında oturmuşdu, danışmağa belə heyi yox idi. Bununla belə, yəni hətta bu qanunla təsbit olunsa belə ki, humanist addım və bu qanunla təsbit olunsa belə, onunla belə Tofiq Yaqubluya qarşı anti-humanist qərar verdilər. Və növbəti məhkəmə prosesini güya bu açılış iclasıymış və nə ev tutsaxlığını təmin elədi, növbəti məhkəmə prosesini də 20 Maya keçirdi. Baxın, beni itirmeyip ve məhkəmə zalına gelen insanlara ısrar olarak yazdım ki siz benim ürəyimsiniz. O bilir ki ona necə dəstək var, cəmiyyətin ona necə dəstəyi var. Bugünkü polis onun polisin qoşunun gəlməyi onu göstərir ki onlar narahatdır Tofiq Yaqubluya olan dəstəkdən, xalqın ona olan sevgisindən çox narahatdır. Həqiqətən Tofiq Yaqublu cinayətkar isə niyə narahat olurdunuz, niyə bu qədər polis dökmüşsünüz, niye koymuşsunuz insanları orada toplaşsın, niye narahatsınız? Bu hamısı onu gösterir ki onlar çok narahattılar, çok narahattılar.